Maşallah, Allah müvəffəq edib, nəsib edib, burada zikir məclisi Allah müvəffəq edib, ancaq ailəmiz üçün də bir hədis oxumalıyıq. Onlara da Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədisini onlara çatdırmalıyıq. Aç Buxaridən gündə bir hədis oxu. Bir hədis onlara, ailənin, övladlarına oxu. Çünki onların da haqqı var. Onların da bu elmdə, bu dində haqqı var. Düşünmə ki, sən eşitdin, sən dinlədin, nəfsinə imanını artırdın və artıq kifayətdir. Yetər artıq özün üçün. Ancaq düşün ki, sənin məsuliyyətin, sənin üzərində sənin övladların və ailən var. Əgər onlara öyrətməzsən, qiyamət günü cavab verəcəksən. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə Rum surəsində buyurur ki, ey iman gətirənlər, ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, qu ənfusəkum və əhlikum nara və quduhən-nəsu vəl-hicara. Ey iman gətirənlər, öz nəfsinizi və əhlinizi yanacağı insanlar və daşlar olan oddan qoruyun deyə Rəbbimiz bizlərə tövsiyə edir. Ona görə hər bir mömin düşünməlidir ki, mənim üzərimdə övladlarımın da haqqı var, ailəmin də haqqı var, onlara da öyrətməliyəm. Səhər gedib axşam qayıtmaqla onlara heç nəyi onlardan istəmək, onlardan tələb etmək haqqımız yoxdur. Sən onlara heç nə öyrətmirsənsə, sən onlardan imanı, ixlası, təqvanı, halalı, haramı onlardan tələb etmək haqqın yoxdur sənin.